Dünyanın ən qədim şəhərlərindən biri olan Yunanistanın paytaxtı Afinadan hər birinizi salamlayıram. Afina deyəndə ilk ağla gələn yer məhz Akropolisdir. Mən də şəhərə gələn kimi ilk buranı izlədim. Bu təxminən 2500 il yaşı olan qədim kompleks, qədim Yunan sivilizasiyasının ən böyük simvollarından biridir. Buradakı ən məşhur tikili isə Athena ilahisinə həsr olunmuş Parfenon məbədidir. Akropolisin zirvəsinə qalxdıqca həm tarixi hiss edirsən, həm də bütün Afinanın ayaqlarının altında. Akropolis həqiqətən də adının haqqını verir. Yunan dilindən adı yüksək şəhər deməkmiş. Ayaqdan qalxırıq, gəlib çıxmışıq bura. Bura isə Herodatik Odeondur. 1900 il əvvəl tikilmiş bu teatrda hələ də konsertlər verilməkdədir. Əgər Afinaya gəlirsinizsə, bu məkanı siyahınızın birinci sırasına yazın. Burada keçmişlə bugünün ən gözəl görünüşünü görmək mümkündür. Videonu bəyəndinizsə kanala abunə olub, like qoymağı unutmayın.